Xalq artisti, aktyor Ənvər Həsənov vəfat edib. Referensiyası xəbər verir ki, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib. Qeyd edək ki, xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin terapiya şöbəsində hospitalizasiya olunub. Onun dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-sində vəziyyətinin ağırlaşması səbəbilə pasiyent reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən reabilitasiya mərkəzindən evinə buraxılıb.